Bismillahirrahmanirrahim. Əziz izləyicilər, Əyyam-ı Fatimədəyik. Bugün də xanım Zəhranın mübarizə məktəbindən danışacağıq. Xanım Zəhra salamullah əleyha Peyğəmbər əleyhissalamdan sonra ilk şəxs oldu ki, vilayət məktəbinin müdafiəsinə qalxdı. Yəni bugün həqiqətən də bu tarixi mərhələləri biz sadaladıqca insanları onu çatdırmaq istəyirik ki, mübarizə metodunu xanım Zəhra məktəbindən götürmək lazımdır. Əyyam-ı Fatimənin bərpası, Əyyam-ı Fatimənin qeyd olunması onun üçün deyil ki, bu qəmli notları biz xatırlayaq, qəmgin olaq. Yox, düzdür, Fatimiyə ağlamağın, onun hüznünə şərik olmağının səbəbi var. Amma əsl hədəf o deyil. Əsl hədəf odur ki, Fatimənin addımlarından nümunə götürə bilək. Fatimə məktəbindən dərs götürə bilək. Və bu günümüzdə nə etməliyəm sualının cavabını Fatimə məktəbində axtara bilək. Xanım Zəhra salamullah əleyha öz addımıyla isbatladı ki, İslam xətərdə olanda, İslam təhlükədə olanda nə qadınlıq, nə xəstəlik, nə təhlükə, nə həyatı təhlükə insanları mübarizədən saxlamamalıdır. İnsanlar öz hüquqlarını müdafiə eləmək üçün sədalarını yüksəltməlidirlər. İnsanları hidayət məktəbi olan vilayət anlayışını müdafiə edərək xanım Fatimə Zəhra insan taleyinin necə olacağını müəyyənləşdirdi. Xanım bu addımıyla bütün insanlara sübut elədi ki, əgər sənin etiqadın, sənin əqidən, sənin düşüncələrin təhlükədədirsə, sən hər hansı bir bəhanə ilə kənara çəkilib sükutu seçməməlisən, susmağı seçməməlisən, səsfi qaldırıb öz haqlarını, hüquqlarını müdafiə eləməlisən. Allah dinini, Allah kitabını müdafiə eləməlisən. Xanım Zəhra bu addımıyla dünya insanlarına bir nümunə oldu. O zamanənin xəlifəsinin iç yüzünü açıb göstərərək İslamın öndərinin ədalətli şəxs, alim şəxs, təqvalı şəxs olmalı olduğunu sübut eləməlidir. Xanım öz mübarizəsi ilə bunu bir daha isbatladı. Gələn bəhslərimizdə biz xanımın bu müdafiə metodu haqqında geniş danışacağıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.